Hər kəsə salam uşaqlar, necəsiz? Ümid eləyirəm ki, yaxşısınız. Deməli, bugünkü dərsimiz nədir? Artıq biz 3-cü bölməni keçirik bu arada. Bugünkü dərsimiz ibrət dərsidir. İndi dərsin adını işarələyim, sonra başlayırıq tapşırıqlara. Aha, gördüyünüz kimi işarələyirəm. Əla. Səhifə 62-dən başlayır. Bu arada demək istəyirəm ki, hələ də kanalıma abunə deyilsizsə, kanalıma abunə olmağı unutmayın. Bir də ki, uşaqlar, əgər mətni oxumamısınızsa oxuyun, daha sonra gəlib videonu izləyin. Aha, başladıq. Deməli uşaqlar, mən qabaqcadan demək istəyirəm ki, 1, 2 sizin öz öhdənizə. Bunlar sizin öz öhdənizə buraxıram. Bir dəqiqə. Bu arada uşaqlar, kanalıma da abunə olmağı unutmayın. Bunu tez-tez deyəcəm, çünki çox önəmlidir. Aha, 3-ə baxaq. Sizcə dostlar, Konfutsinin təlimində hansı nəticəni çıxarırlar? Yaza bilərsiniz ki, uşaqlar dürüstlük və insan pərvərliyi yəni nəticəsini çıxardırlar. Sonra 4-ü sizin öz öhdənizə buraxıram. 5-i də həmçinin. 7-yə baxaq. Sxemi şərh edin və şərhinizi əsaslandırın. Deməli, tövsiyə uşaqlar, məsləhət və nəsihət. Tövsiyə məsləhət verməkdir, məsləhət yol göstərməkdir, nəsihət isə öğüd göstərmək, yol göstərmək. Yəni belə deyək də, bunlar sanki bir-birindən sinonimdirlər, həmin bu sözlər. Çünki nəyə görə? Çünki tövsiyə sözü məsləhət verməkdir. Məsləhət özü yol göstərməkdir. Nəsihət də öğüd, yol göstərmək. Yəni belə. 8. Filosof pedaqoji fikirlər, əxlaqi ideyalar ifadələrinin mənalarını izah edin. Aha, bir dəqiqə. Deməli, uşaqlar, filosof sözünün mənası həyat və düşüncə haqqında dərin fikir yürüdən alim, pedaqoji fikirlər sözünün mənası təhsil və tərbiyə haqqında düşüncələr, əxlaqi ideyalar sözünün mənası isə yaxşılıq, ədalət, doğru düzgünlük barədə fikirlər. Bu qədər. Bunları yazarsınız. Sonra 9-da deyir ki, təvazökarlıq sözünün antonimini tapın. Deməli, uşaqlar, 9-da da deyir ki, təvazökarlıq sözünün antonimini tapın. Təvazökarlıq sözünün antonimi budur ki, təkəbbür və lovğalıq. Belə yaza bilərsiniz təvazökarlıq sözünün antonimini. Sonra deməli gəlir 10. Deyir ki, buz hekayəsini oxuyub məzmun və ideya baxımından dialoqla səhifə 63 ilə əlaqələndirin. Nəticəni çıxarın. Hekayədə əsas tapşırıqları yerinə yetirin. Uşaqlar, gördüyünüz kimi bu sizin öz öhdənizə buraxıram. Çünki bunu siz yazmalısınız. Yəni, həmin bu buz mətnindən baxın bir dəqiqə. İbrət dərsi mətnini məzmun və ideya baxımından əlaqələndirməlisiniz. Ona görə bunu sizin öz öhdənizə buraxıram. Burada da həmin o tapşırıqlara aiddir. 11, 12 öz öhdənizə, 13 sonra gəlir duyğular adası. İndi birazdan inşallah onu da paylaşacağım YouTube-a. Belə, bu dərsdə çox izah eləyə bilmədim. Çünki uşaqlar belə, yəni çünki burada çoxu sizin öz öhdənizə yəni siz yazmalısınız. Ona görə inşallah duyğular adasını izah eləyib atacağım YouTube-a. Siz də kanala abunə olub videonu bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.